Pasiyentimizin 11 yaşı var ve göründüğü kimi ciddi şekilde kaudal septal deviyasiya var ve sağ taraf tamamıyla kapıyır. Solda da həmin əyrinin arxa hissəsi yolu bağlayır. Eyni zamanda aşağı burun balıqları kompensator hipertrofikdir. Bir sözlə hər iki tərəfdən pis nəfəs alır və burun ucunda da düşmə var. Biz də həmişə qeyd etdiyimiz kimi pediatrik septoplastika qaydalarına riayət edərək böyümə nöqtələrini qoruyacaq. Eyni zamanda burnun kaudal septum qismində dəstəkləyib bu hissəni qoruyacağıq ki, burun ucu düşməsin və həm estetik cəhətdən qorunsun, həm də funksional cəhətdən. Əməliyyat artıq bitdi. Burun ucu dəstəkləndi. Burun arı kəsmə orta xəttə gətirildi və hər iki tərəfdən göründüyü kimi burun yolları açıqdır artıq. Həm böyümə nöqtələri qorundu, həm burun ucu dəstəkləndi, burun tənəffüsü bərpa olundu. Göründüyü kimi burun kalmellar retraksiya yoxdur, öz yerindədir. Uşaqlarda da pediatrik septoplastika əməliyyatı zamanı məhz böyümə nöqtələrinin qorunması, burnun dəstəklənməsi, fəsadlaşmaların baş verməməsi üçün tədbirlərin görülməsi lazımdır və 6 yaşından sonra bu əməliyyatı etmək olar.